Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Futbol azərkeşləri Foodcast layihəmizin bu həftəyə olan buraxılışı ilə qarşınızdayıq. Həmkarlarım Ziya və Rafael ilə birlikdə. Xoş gördük. Çox sağ olun. Həftənin ən maraqlı, məhsuldar keçən həftənin ən maraqlı məqamlarda toxunacağıq. Hədiyyəli müsabiqəmiz də olacaq, davam eləyir. Mərc rubrikamız da var. Yenidən özünü doğrultdu. Ötən həftə verdiyimiz kuponlardan biri. Bütün bunlarla qarşıdakı təxminən 30-35 dəqiqə ərzində danışacağıq. Təklif eləyərdim, bilmirəm, nədən başlayaq? Çünki həftə sonu da maraqlı. İstəyirsənsə hələ biz elə hədiyyəli yarışmadan başlayaq. Udmurlar 2 həftədir. El Klasikoya keçirək. Birinci El Klasikoda udmamışdılar. İstəyirəm elə El Klasikoya verək hədiyyəli yarışmanı. Barcelona Real Madrid oyununun dəqiq hesabını və oyunda vurulan qollardan birinin müəllifini qeyd et, videonu bəyən və əgər qalib olarsansa tərəfdaşımız Team Store-dan hədiyyə qazan. Team Store bizim daimi tərəfdaşımızdır bu mövsüm ərzində. O qalib gələn bir neçə şəxsə artıq onlar öz formalarını götürüblər və bu 2 həftə ziyad qeyd elədik. 2 həftə ərzində heç kim udmadı. Bizim Barcelona Real Madrid oyunda da udmamışdı və elə Inter Barcelona oyunda dəqiq hesabı 3 heç kim və şərtlərə uyğun heç kim rəy yazmamışdı. Ümumiyyətlə dəqiq hesabı tapamamışdı. Mən baxmamışam, Ziya baxır o işlərə. O baxımdan siz yenidən fürsətiniz var ki, El Klasikoda hədiyyə qazana bilərsiniz. Edit olunmuş rəylər qeydə alınmayacaq. Sonradan yazılmış, edit olmuş rəylər qeydə alınmayacaq. Başlayaq. Çempionlar Liqası ötən həftə bizim aramızda da gərgin müzakirələr getdi. Mən istəklərimə görə kimlər finala istəyirdim. Ziyanın təxminləri özünü doğrultdu ki, kimlər finala çıxacaq bu qarşılaşmalardan sonra. Ümumi olaraq danışmışdıq və indi gəldik, artıq oyunlar bitib. Başlaya bilərik. Finalçılardan və yarımfinaldan. Niyə oldu, niyə uduzdu? Barcelona, bilmirəm, fikirləriniz nədir? Mənim təbii ki, fikirlərim olacaq. Buyurun, siz başlayın. Mən davam edəcəm. Mənim finalçılarım öz proqnozlarında oldu. Bəli. Interin də finala çıxacağını mən gözləyirdim. Keçən belə demişdim. Amma rəqibi Arsenal olacağını mən demişdim. Inter Arsenal finalı gözləyirdim. Interin çıxacağını gözlədiyimiz kimi alındı, amma gözləmədiyimiz çox şey baş verdi oyunda. 2 fərqli hissə. Həddən artıq belə deyək, inanılmaz bir oyun oldu əslində. Heç kim belə bir oyun gözləmirdi. Həqiqətən Interlə Barcelona bir-birinə rəqib düşəndə yarımfinalda heç kim gözləmirdi ki, bol qollu 2 oyun olacaq. Biz əsas gözləyirdik ki, həm Inter müdafiəyə oturacaq, əks hücumlardan nəsə əldə eləsə eləyəcək. Amma futbol adına bizi çox sevindirdi bu, belə deyək də, eşləşmə, belə deyək, bir-birlərinə rəqib olmaqları. Çünki çoxdan da belə bir oyun görmürdük. Hətta yarımfinalda belə olsa, yəni 2 oyun, 2 bol qollu oyun, gözlənilməz sonluq. Birinci taym Interin dominasiyasında keçdi, ikinci taym Barcelonanın və son saniyədə karyerasında qol vurmamış bir müdafiəçi, 37 yaşında. Avrokuboklarda qol vurmamış. Bəli, Çempionlar Liqində nəzərdə tuturam. Avrokuboklarda. Bəli, 2 dəfə xərçəngə qalib gəlmiş bir insan gəlir. Son saniyədə, onu mən bilmirdim. Son saniyədə qolu vurur, gedir uzatmaya, uzatmada Fratesi qolu vurur və oyun elə də bitir. Amma o qolun Rafael vurulma anında sonra növbəti gün artıq həmin gün çox danışılmadı. Cərimə məsələsi yox idi orada. Təkrarına baxıldı həddən artıq. VAR-da da baxıldı. Ondan da əlavə göstərməsə belə VAR-da baxıldı. Orada səs yazmalar sonra yayıldı da. Mən o səs yazmaları eşitməmişəm. Orada nə deyir? Orada yox, foul olmadı. Çünki orada önünə keçir, topu götürür. Bunu arxadan vurur ayağını, o foul sayılmır. Yox, çünki Dumfries ayağının üzərinə bastallayır, topu götürür. Yəni götürərkən bastallayıb götürmür. Birinci Dumfries topu götürür, sonra ayaq keçir onun qabağına. Dumfries topu götürür, bu da ayağını salır, o da basır onun ayağının üstünə. Bir mən onun incələnmiş, daha incələnmiş məsələn, penalti mövzusunda da məsələn, amma çox baxmadılar həmin epizodda. Yox, orada penalti mövzusunda da məsələn oyun gedən zaman mən oyunu, orada var idi. Açıq aydın penalti olan kimi mən baxdım, heç təkrar yox, oyun epizodu gedən kimi dedim, ya penalti necə vermədilər, amma VAR-dan baxıldı, geri dönüldü ki, gəl bax, gördü. Eyni şey oldu. Topu götürdü öncədən Dumfries, sadəcə sonra ayağını vurdu. O artıq belə deyək də oyun prosesində baş verən bir hadisə idi. Belə deyək, oyun axırı. Amma çox maraqlı oyun oldu. Ümumiyyətlə, yəni ki, Barcelona, Inter, Barcelona hər iki komanda da əsl, yəni ki, tam olaraq layiq idilər final oynamağa. Yəni belə
yarımfinallar son illərdə mənim doğrudan yadıma gəlmir. Olub belə yarımfinallar, məsələn Real Madrid, Bavariya cütlərində də olub. Hər o iki oyunda da eyni bərabər oyun getdi. Əsas vaxtı 3-3 başa çatdı. Hansı ki Inter Barcelona birinci hissə üçün oynaya bilmədi, ancaq ikinci hissədə sanki Barcelona tam olaraq fərqli bir komanda kimi Inter gözləmirdi bu dəfə, yəni ki, oyuna baxanda da birinci hissədən dedi ki, yəni Yamalı birinci oyundan sonra elə ötən verilişimizdə demişdi ki, Yamalı zərərsizləşdirəcəklər, ancaq Inter bunu bir hissə bacardı. Bir hissədən sonra artıq Dimarco çıxandan sonra zaten Yamalın qolu açıldı da 55-də çıxdı. Dimarco niyə çıxartdı? Mən də çox maraqlı qaldı. Yox, mən sizə Dimarco niyə yenə də Dimarco tək o markajlamırdı ki onu. Yox, tək Mkhitaryan da var idi. O tək deyil. Amma Ziya demişdi ki, o bir şey fikirləşəcək Inzaghi Yamala. Fikirləşmişdi. Ta ki Dimarco əvəzlənənə kimi. Interin əslində belə baxanda Interin hər iki oyunda yəni belə üstünlüyü ilk 20 dəqiqədə orada vurmuşdu. Burada ikinci qol 45-ci dəqiqə. 45 ilk hissə ərzində 2-0 üstünlüyü hər iki oyuna şamil edirəm. Sonradan oyunu belə gərgin vəziyyətə gətirmək bu Interin öz günahı idi. Mən demirəm əslində, bu cütdə aşkar fəaliyyəti yox. Düzdür, mütəxəssislər Barcelona sağ öldürmədi oyunu. Bir Inter öldürmək istəyirdi ikinci hissədə. Barcelona onu öldürməyə yeri yox idi. Mən onu demək istəmirəm. Interin günahı özündədir nə mənada? Buraxılan qollara fikir versək, müdafiədə açıq-aşkar boşluqlar var idi. Yəni ötürmələrdə hava ötürməsi olsun digər. Yəni bu baxımdan Inter özü öz əli ilə verdi ki, oyunu gətirdi bu yerə, hətta əldən gedirdi oyun. O sonuncu epizod olmasaydı Inter elə bir komandadır ki, yəni ki, digər komandalara qarşı oyuna alınır, ancaq hansı ki müdafiə xətti bilirik ki, Acerbi'nin də yaşı çoxdur. Bir qədər ləngidir, ancaq üçlü müdafiəçilə oynayır. Ancaq dayanmadan hücuma məruz qalanda Inter müdafiəsi qol buraxırlar. Yəni bunu Inzaghi də daha yaxşı bilir. Yəni müdafiə olunmağa keçəndə qol buraxır. Normal oyunu diktə eləyəndə məncə bu mövsüm ərzində bir neçə dəfə olub ki, müdafiəyə oturanda komanda buraxır. Inter ümumiyyətlə bu ilki müdafiəsi çox bərbaddır. Keçən ilki müdafiəsi olsaydı bəlkə bir daha yaxşı nəticə göstərərdi. Hətta baxa bilərsiniz, yəni bu mövsüm keçən ilkindən bəlkə də 3 dəfə daha çox qol buraxıb Inter. Yəni keçən mövsüm demək olar ki, Inter qol buraxmırdı və məncə keçən mövsüm daha favorit idi Inter Çempionlar Liqinin finalına çıxmağa. Nəinki bax indi mənim o sual Rafael Ziyaya da. Bu iki mən əbəs yerə demədim ki, 2 oyunda 2-0lıq hesabı öz qoruya bilməməyi. Bax bu komanda indi son saniyələrdə o möcüzəvi olmasaydı Barcelona gedirdi. Bu komanda layiq idimi finala və yaxud finalda çempionluğa bu mövsüm layiq idimi? Yox, tam olaraq Barcelona düz deyə bilərlər ki, oturub Barcelona qapısına 3-1 vurub. Yox, belə deyək də Əli. 7 gol vurub. Ümumiyyətlə belə deyək. Zaten bir açıqlama verim ki, Barcelona əgər sən qapında 2 oyunda əlavələr daxil olmaq 7 gol görürsənsə, Barcelonanın müdafiəsindən söhbət gedir. Burada Interi bir kənara qoyaq. İstənilən bir X faktor komandadan bu ola bilərdi Liverpool, bu ola bilərdi Real Madrid və s. Sən əks tərəfdən danışırsan da, yəni onlar layiqli yoxsa yox? İki tərəf mən digər mövqedən baxıram. Barcelona əgər 2 oyunda play-off yarımfinal oyunlarında qapısında 7 top buraxırsa, biz deyə bilmərik ki, Inter layiq deyildi, Barcelona layiq idi. Barcelonanın hücum xətti, Yamalın oyunu, yəni Yamalın oyunu sadəcə olaraq, yəni ki, möhtəşəmdən də keçir. Yəni 17 yaşında 100 oyuna çıxan bir oyunçudan bir söhbət edirik. Hansı ki Messi statistikaya baxıram 100 oyuna 20 yaşında çıxıb 34 gol vurub. Ancaq yox, sırf olaraq yəni Barcelonanın heyətində Mbappé'nin statistikası daha yaxşı idi 17 yaşında. Monacoda yarımfinala çıxarmışdı. Yəni yadınıza gəldi City-lə oyun var idi. Yox, məncə Mbappé'nin o yaşında olduğundan da daha güclü. Mbappé 17 yaşında unudursunuz. Mbappé özü də Ronaldo. Ona görə Yamalı çox hələ tezdir məncə. Çünki Mbappé çox möhtəşəm başlamışdı. Yanına qədər də Monaco-dan çempion edildilər. Falcao ikisi 5-3 çox görmüşük elə futbolçular. Amma çox oyunçulara deyirdi. Məncə amma Yamal yəni belə davam eləsə, yəni çox üstündə keçəcək də. Yəni deyirdik məsələn Ronaldo, Messi. Yox, Fatih bu cür oynamırdı. Mən Fatih'in oyunlarına baxmışam. Yamal tam fərqli oynayırdı. Mənim fikrimcə elə Barcelona layiq idi finala. Interdə Fatih bu cür oynamırdı. Hər iki komanda layiq idi. Yox, mən niyə görə? Nə oldu? Dedin Barcelona layiq. Yox. İki komandanın arasından götürsək hər iki komanda layiq idi. Yəni Barcelona çıxsaydı da mən deməyəcəydim ki, Barcelona layiq deyildi, Inter layiq idi. Inter də çıxsaydı deməyəcəydim ki, Inter layiq deyildi, Barcelona layiq idi. Sadəcə burada bir sən nə var? Deyirəm Inter qoruya bilmədi, amma Barcelona yenə də əvəzində 2 dəfə o
geriliyi aradan qaldırır. Yaxşı, Barselona onda buraxmazdı da. Yəni Barselona başqa müdafiəsi yoxdur. Müdafiə məsələsi. Sən nə istəyirsən adamlardan? Yox, düz deyir axı. Kunde yoxdur, Balde yoxdur. 2 dən əsas 2 dənə oyunçu. Cınaqlar yoxdur. Bərbad gündə idi. Hətta yadına gəlirsə oyun başlamamışdan əvvəl bir söhbət elində qrupda da mən yazmışdım ki, Barsa bədbəxt ona görə çünki cınaq müdafiəçiləri yoxdur. Sən onda elə eləməlisən ki, yoxdursa rəhbərliyə deyirsən ki, mənə 3 dənə eyni mövqedə oynayan oyunçu lazımdır. Filik yetim. Yox, əvvəlin işidir. Soranı yox, əvvəlin işidir. Filik yetim gələndə Olmonu yanvara kimi qeydiyyata sala bilmirdilər. Yetim necə desin ki, mənə oyunçu alın gətirin. Yəni pulları yox. O artıq Filikin problemidir. Bilirdi hara gəlir. Bəlkə də Adnan Azərbaycanlı milyarder var. Adnan Əhmədzadə bəlkə ondan pul dilənib Olmo qeydiyyata salmaq üçün. Adam oyunçunu qeydiyyata sala bilmirdi. Yetim Filik necə desin, mənə gətir oyunçu transfer. Belə deyək də, Filik bilirdi hara gəlir. Filikin elədiyi işlər də az deyil. Heç kim gözləmirdi Barsa yarı finala böyük gələcək. ehtimalla La Liqanın da çempionu edəcək Barsanı. Copa del Rey qazandı. Yarım finala Barselona gətirdi, çıxardı. Yəni məncə Barselona azarkeşləri Filikdən tam olaraq razıdır və bir maraqlı paylaşım da oldu oyun bitəndən sonra. Azərbaycanın sərhəd qonşularının adlı futbolçuları. Şitin çıxardılar ya, amma çox olacaq. Şitin çıxarmaq deyəndə ki, hər bir sərhəd qonşularımızdan ən azından Rusiyadan var, İrandan var, Gürcüstandan var, adını çəkmək istəmədiyimiz, Ermənistandan var. Yəni adam orada oynayır da, yəni bizim bütün futbolçular var. Yəni bizim amma bir dənə futbolçumuz Nürnbergdə 2-ci liqada, Bundesliqada oynayır deyənə biz sevinirik və əsas Bundesliqaya qalxır. Qalxır, yavaş-yavaş Sankt Paul deyəsən istəyir. 35 yaşında olacaq. Qoy olsun da, kimdir bizim tariximizdə oynayır? Vəli Qasımovumuz olub. Yəni top səviyyədə İspaniyada oynayan misal üçün. Əhməd Ələsgərovumuz olub ki, 4 dənə qol vurub San Siro'da. O Milana vurub, o başqa məsələ. Ələkbər Məmmədov. Ələkbər Məmmədov, Əhməd Ələsgərov. Necə demişdi, hər bir Azərbaycanlı kimi deyir, mən də komanda idmanlarına nifrət edirəm. Yəni bizdə qarşı yoxdur da bu şey. Qoy çıxsın, yəni bizdə fərdilik var. Digər finalçıdan da danışağı bizdən necə deyəcək? Bütün bunlar işləri gəlir çıxır ki, mən demək istəyirəm ki, sözümün canında nədir? Paris Saint-Germain bu final cütündə favoritdir. Açıq favorit. Favoritdir. Paris Saint-Germain Arsenal oyununda siz soruşanda mən Arsenaldan daha çox yanaydım ki, Arsenal. Mən də eyni istəyirdim ona görə Arsenal. Amma biz Liverpoolun oyunlarda demişdik ki, aşkar favoritlə gizli favorit oynayır. Paris Saint-Germain həmin dönəm üçün. Hələ bu 8-də 1 idi də Aston Villadan qabaq. Tamamilə doğru. Hələ onda demişdik və gəldi o gizli favorit. Çünki hiss olunurdu artıq komanda düzdür. Liqa mərhələsini wow effektlə qurtarmamışdı nəticə ilə, amma hiss olunur ki, bu komanda məşqçi işi və ab-hava necədir ki, bunlar finala gedə bilər. Oyun görünür. Liqa mərhələsində düzdür. Liqa mərhələsində hələ bir məsələn City-ni məğlub etdilər, 2-0-dan 4-2 geri dönüş elədilər. Sırf Atletico-ya uduzduqları oyunda demək olar ki, Atletico-nu Oblak xilasələri məhv eləmişdilər və 90+4-cü dəqiqədə ani bir əks hücumla Atletico qol vurdu. Oyuna baxmayanlar indi bəlkə də görə bilər ki, Atletico PSG-yə məğlub edib. Ancaq yəni orada bir var favorit, bir də var ki, bəli, bir də var ki, yəni açıq-aşkar sanki yəni 2-1 məğlub olmuşdu PSG. Ondan sonra yəni Liverpool'la oynadıqları oyunlar olsun, digər komandalar Aston Villa olsun, Arsenaldır. Göstərdilər ki, doğrudan da PSG yaxşı oyun sərgiləyir. Luis Enrique'nin PSG Barcelonadan fərqli olaraq müdafiəsi daha yaxşıdır. Və Inter bu qədər mən düşünmürəm ki, rahat şəkildə onlara qol vura bilər. Çünki PSG-nin müdafiəsi, hücumu hamısı komplekt. Cinah müdafiəçilərin adını çəksək hal-hazırda Əşrəf Hakimi, yəni ilk 5-likdə girəcək hal-hazırda olan futbol müdafiəçi. Paçonu mən çox bəyənirəm. Yəni adam çox qəşəng. Donnarumma nələri çıxartdı? Donnarumma yəni lazım olan məqamdaydı da, yəni komandanın əsas Thibaut Courtois Nigeriyalı çempion elədi. Donnarumma da PSG-ni çempion edəcək. Bu bir daha sübut olundu ki, finalın qalibi PSG. Bu bir daha sübut olundu ki, Çempionlar Liqasının yarım finalına gəlib çıxmaq istəyirsənsə, çempion olmaqdır, qapıçı mütləq. Yəni qapıçı qaçılmaz mövqeyidir ki, hansı ki, yəni xilas eləyə bilər. Zommerin seyvini gördündə, yəni Yamalın zərbəsində ona seyv idi, yəni son saniyələrdə. Yox, əvvəldə bir oldu. Başına kim Erik Garcia vurdu, bu boş qapıdan çıxartdı. Erik Garcia idi? Yox, yadına çıxdı kim hansı futbolçu vurub. Erik Garcia də müdafiəçi idi. Rəylərdə yazarlar kim yadımızdan çıxdı. Çox epizod var beynimizdə. Şərhçi qol qışqırdı. Qol ancaq gəldi xəttin üstündən Zommer çıxardı. İnanmırdı çünki kimsə çıxardı topu. Yəni
Onu da unutmayaq ki, Inter Onana'nı Manchester United o qiymətə satıb cəmi Və 8 Barcelona milyona Zommeri geri alıb gətirdi kluba və Zommerin də verdiyi effekt də göz önündədir. Manchesterə ötən mövsümdə Onana'nın göstərdiyi oyun göz önündədir. Sağ olsunlar. Ümumiyyətlə Interdə Inter çox pulla eləməyib bunları. Yox. Yəni ki, böyük Inter pul maliyyə xərcləmir gəlir. Inter nə demək istəyirəm, qapıçı cəhətdən onlar yadıma gəlmir ki, Hələ zəif çox qapıçıları olsun. zəif qapıçıları olsun. Amma Poldodan bəri bir məsələ də var da, Əli Əli. qapıçı Bir məsələ də çox var da. həssas yanaşırlar. Inzaghi demək olar ki, Çempionlar Liqasının finalına İtaliya A seriyasını, İtaliya kubokunu dırnaq arası deyə qurban verdi. 24 nömrə Belə kimdir fikirləşirsən? Barsada? Erik Garcia. Hə, onda heç nə. Möhtəşəmsən. Sən onu düşünürsən ki, düşünürsən onu qurban verdi Inzaghi İtaliya A seriyasına kuboku. Yox, düşünmürəm. Məncə Interin zəif bir oyuna konsentrasiya ola. Interin qabağında Barsa yox. Məsələn, yarımfinalda Arsenal olsaydı, bu söhbət bəlkə də keçənməyəcəkdi. Bilirsən niyə görə? Mən düşünürəm ki, Barsa bir faktordadır, o da müdafiəsinə görə. Barsanın normal müdafiəçiləri olsaydı, Barsa oyunu verməzdi Interə. Adamlar 3 dəqiqə müdafiə oluna bilmədilər. 3 dəqiqə 87-də gol vurdular. Son qolda da birə-bir müdafiə. Yəni qardaş, müdafiə yoxdur. Barsa hücum eləyir. Barsa bilsən nəyə bənzəyir? Necə deyim, maşın deyək, yarısı yəni möhtəşəm qabaq Ferrari-də, arxası Fiat-dır da, yəni elə bir şeydir Barsa. Müdafiəsi yoxdur. Bax, onu nəyə görə deyirsən? Son hücumda biz orada qarışıqlıq görmədik cərimə meydançasında. Bax orada Heç Açer orada nə edirdi? Açer burada orada nə edirdi? Orada o yaxşı onu tutan müdafiəçi birə-birdə başa düşdük. O səhv eləyə bilər, mövqe səhv eləyə bilər, bir addım, bir ayaq gecikə bilər. Amma orada elə bir boşluq vermək. Sən topu itirdin, yaxşı. Ya bəlkə də topu itirməyə hesablanmamışdı ki, orada top itirilə bilər. Amma son dəqiqələrdə, son 1-2 dəqiqəni sən müdafiəyə gəlmisən də, qabaqda sən otur 11 nəfərlə müdafiə. Son 1 dəqiqə sən orada o dönüşün qabağında nə edirdin? Arxada olmaydı. Sənə yadıma düşdü. Məsələ bu ilə yekunlaşır. Tottenham finala keçmişdi. Ajax məğlub eləyib. Lucas Moura'da. Liverpool-la oyunda. Yox, yarım final oyunda. Bildim də finalda da Liverpool. Yəni orada da son saniyələrdə Ajax dössəydi final oynayacaqdı. Məncə Çempionlar Liqasından kifayətdir. Biraz favoritinizi deyim. Mən finalda PSG. Inter. Sən də Inter. Mən favoriti nəyə görə deyirəm? Veriliş başlamamışdan öncə Ziyaya deyirəm ki, Ziya Münxen şəhərində indiyə kimi bu 5-ci Çempionlar Liqinin finalıdır və 4-ündə İlk dəfə Çempionlar Liqinin heç vaxt qalib olmayan komandalar qalib olmuşdu Münxendə keçirilən finalda. Bu da 5-cidə də heç vaxt qalib olmayan PSG finala çıxıb və mən düşünürəm ki, Nasser Əl-Xəlifinin indiyə kimi yatırımları artıq 1 milyard dollardan çox pul yatırıb. Avropa futbolu axırı ki, borcu var. Necə City qazandı, məncə bunlar da qazandı. Mənim fikrimcə Interə də Messi dünya çempionu. Elədilər də. Elədilər. Adamlar öz haqqını aldı. İndi də PSG öz haqqını aldı. Belə deyilən Inter də finalda uduzmuşdu City-yə, PSG də Bavariyaya uduzdu. Inter məncə Atletico Madridin həyatını yaşayacaq. Finala gəlib uduzacaq. Juventus kimi gəl finala uduz. Siz məncə, yəni futbolun dırnaq arası belə deyək. Interə də son illərdə bir borcu var. Inter belə heyətlə bu qədər işi bacarıb, PSG-yə də. Ola bilsin ki, 2000 daha əvvəl PSG oynatdı Çempionlar Liqasının finalı 2020-də, sonra Inter oynadı. Ancaq mənim şəxsən eynilik olmasın deyə mən Interi gözləyirəm çempion olacaq. Bu qədər vaxta qədər PSG-ni dəstəkləyirdim, amma istəyirəm indi Inter olsun. Arsenal PSG keçək Avropa Liqasına. Qısa Avropa Liqadan başlasa El Clasico gözləyir bizi. Bu da Tottenham. Burada məncə əslində yəni bu da nəsə gözləmək olardı. Birinci oyunda demək olar həll eləmişdi. Bir qolla qayıtmışdılar. Mən də gözləyirdim ki, bu da nəsə eləyər özü. Berg də yox idi. İkinci oyunda Patrick Berg oynayacaqdı. Oynayırdı da, indi yəni keçmiş zaman kimi danışaq, oynayırdı. Daha sonra meydan məsələsi Tottenham deyilirdi ki, klass süni örtü olsa da, amma yenə də baxma da təbiidən əslində oradakı meydanlar seçilir. Azərbaycanda kimi süni deyil də, orada daha üst klasslı süni meydan. Deyirlər ki, Qarabağ niyə otur? Sən demişdin o süni. Mən demişdim ki, bizdə də sünidir, ona görə Qarabağ yeganə bu il Avropada onları səfərdə məğlub edən komanda idi. Amma Tottenham gəldi, məğlub elədi və keçdi. Son oyunu çempionatda aprel ayında keçirən bir komandadır. Aprelin ortasında artıq nə qədər məşq eləsə də oyunlar keçirmir, çempionat başa çatıb. Üstəlik Tottenham birinci oyunda da klubların həmişə problemi olurdu. İndi bunların hava temperaturu, hava şəraitinə görə belə yəni salıblar çempionatların. Nə qədər məşq eləsin də sən oyun keçirməyən, ancaq Avropa Liqasından bu getməzdi. Tottenhamdə belə şansı heç vaxt əldən verməzdi. Bəlkə də Lazio çıxsaydı Tottenhamə daha çox baş ağrısı olacaqdı. Bu
məncə yəni ki, açıq-aşkar ki, Lazio-dan Lazio Bodo keçdi və ötən verilişdə də mən qeyd eləmişdim ki, Tottenham çox rahat qələbə qazanacaq. Yəni Tottenham mənim fikrimcə Bodo başladı, küncdən zərbələr elədi, biraz hücum elədi və salam. Tottenham artıq oyunun tempini saxladı. Oyuna baxırdı. Oyuna baxırdım. Mən United'a baxırdım. Nə zaman kanalı dəyişirəm, o top Tottenham'da. Oyuna baxdım. Postecoglou tam olaraq Eintracht Frankfurtla oyundan başlayaraq bu komanda elə bir sakit tempdə oynayır ki, Frankfurtu bilirdi ki, Postecoglou çox güclü rəqibdir və Avropa liqasında yəni ki, daha öncələr yəni oynayıb, bir vaxtlar hətta Barcelona'da keçmişdi. Yəni bilirdi ki, çox güclü rəqibdir. Sakit templə oynadı. Bir adi epizod oldu ki, orada qapıçıyla Solanke səfərimizə toqquşmuşdu. Heç kim penalti gözləmirdi. 3-4 dəqiqə oyunçunu yerdən qaldırdılar. Hakim getdi vara baxdı, penal verdi və salam. Oyun 0-1 Tottenham'in xeyrinə başa çatdı. Artıq Tottenham bilir ki, necə yavaş-yavaş gəlmək lazımdır. Mən Manchester Unitedlə də oyunda daha öncə verilişdən qabaq ona görə dedim ki, yəni Tottenham burada belə deyək də əlindən gələn hər bir şeyi eləyəcək ki, oyunun tempini öldürmək də olsun. Tottenham vay o gündən ki, bir qol vursun və oyunun ondan sonra başlayacaq tempini öldürməyə. Ona görə yəni Manchester United finala kimi gəlib möhtəşəm də oyun sərgilədilər. Lyonla olsun, Bilbao'la olsun, Sociedadla olsun. Hamısıyla yəni çox əla oynayıblar. Maraqlıdır ki, elə heç-heçələrindən biri də Fenerbahçe'nin olub liqa mərhələsində. İlk 3 oyunda Twente idi, Fenerbahçe idi. Bir dənə də heç-heçəsi var idi deyəsən ilk 3 turda. Daha sonra başladı qələbələrə. Qələbə. Hətta Bodo-da idi də elə başlanıcı ilk 3 oyunda. Bodo-nu da məğlub elədi. 3-2. Bodo 3-2 məğlub eləmişdi. Yox, Bodo udmuşdu. United Bilbao oyununda da belə deyək, dünən böyük risk getdilər. Böyük riskə getdilər. Mən gözləyirdim açığı. CBC Sportda da qonaq idim verilişdə və orada oyundan qabaq demişdim ki, ola bilər ki, gedişat ssenariydə topu versin rəqibinə, gözləsin, əks hücumda yekunlaşdırsın, alınsın. Amma alınmadı o anda. Elə topu rəqibinə vermişdi. Çünki dominantlığı Bayer Atletik Bilbao eləyirdi ilk oyunun 20 dəqiqəsində olduğu kimi. Burada da başladı, sıxdı. Sadəcə qolunu vura bildi Bilbao və artıq sonradan biraz həyəcan təbii idi. Gücü çatmayacaqdı. Amma Garnacho top vura bilmədi əks hücumda. O taktika şey yaradı. Məsələn, Garnacho təkbətək çıxdı. Garnacho qoldan təkbətək çıxdı. Qoldan sonra oldu da. Yox, Garnacho mən fikirləşirəm ikinci hissədədir, yoxsa ilk hissədə? Yox, ilk hissədə. İlk hissədə. Hə, Garnacho'nun təkbətəyi var idi, fərqlənə bilməmişdi. Bax, ikinci hissədə nə oldu? Sanki hibrid qoşdular. O dəyişikliklər var ha, Diallo'nun girməyi, Maino'dur, Mount'un saldı. Məncə elə nə oldusa dəyişiklikdən sonra oldu. O dəyişikliklərdən sonra tamam artıq United gözləmədi. İkinci qolu gözləmədi buraxsın. Artıq başladı özü diktə eləməyə oyuna və diktə elədiyi gördü nəticəsini qısa bir müddətdə gördü. Mən bilsən nə? Yəni məncə biraz o riskə getmişdi, taktiki riskə getmişdi ki, topu verə rəqib oynasın, qoy təzyiq eləsin. Amma onun içində biraz da qorxulu məqamlar çox oldu ha. Çünki ikinci qol gələ bilərdi. Ondan sonra vəziyyət dəyişəcəkdi. Bilsən bir dənə şey vardı. Keçən verilişdə mən demişdim. Atletik Bilbao'nun əgər açıb statistikasına baxsaz ən az gol vuran komandalardan biridir La Liqada götürülsə belə. Yəni adamlar bir goldan artıq gol vura bilmirlər də. Yəni yaxşı bir də sanmaydı. Yox, həqiqətən niyə oynadırsan da futbolçunu? Bilbao'nun gol vurmaq deyə bir problem var. Açıb hamı statistikasına baxa bilər. Nikoda yoxdur. Son oyunlarda səfərdə ümumiyyətlə yox, gol vura bilmir. Adam komanda bir dənə maksimum gol vurur, 1-0, 1-0, onun hələ gol statistikasını qaldıran keçən verilişdə demişdim, bir oyunda o da Valladoliddən 7 dənə vurmuşdu. O necə vurmuşlar heç özləri də bilmirlər. Sorsan xəbərlər də yoxdur. Amma bir dəfə oldu. Qalan bütün oyunlar 1-0, 0-0 belə şotlarla. Manchester yəqin ki ona güvənib ki, biz oturub oyunu saxlasaq, zaten bunlar gec-tezi yorulacaqlar da. Fikir verdinsə, məsələn, eyni şey Çempionlar Liqinin finalında, yarı finalda da Arsenal ilk 15-20 dəqiqə sıxdı PSG-ni. 3 moment düşdərlərinə Rice vurdu çölə, Martinelli vurdu, Donnarumma çıxartdı, Ödegaard vurdu, Donnarumma çıxartdı. Ondan sonra PSG aldı oyunlarla, oyunu da apardı. Всё. Burada da eyni şey. Interlə də birinci time Inter oynadı, ikinci time Barcelona oynadı. Burada da gəlsən yenə həmin şey. Manchester birinci time verdi onlara, maksimum nə göstərə bildiklərini göstərdilər. İkinci time artıq komanda yorulmuşdu. Manchester'ın da belə çıxması fiziki cəhətdən daha güclüdür. Oyunçuları həqiqətən favoritiniz Ali. United. Mən Tottenham'dan qorxuram, açığı İngilis komandası olduğu üçün. Amma Liverpool Tottenham finalında yadıma salmaq istəyirəm ki, bəlkə elə sönük bir final keçə bilər və təcrübə bəlkə də atsan nisbətən öz sözünü deyə bilər və orada da mən Amarum'a güvənirəm. Yəni ssenari oyuna yaxın. Bütün heyətləri tam
biləndə, heç bir zədəli olmayanda 2-3 gün öncədən artıq hər hansı bir təxmin vermək olar o oyun üçün. İndi Mount zədələnməsə biz də finaldan qabaq maraqlıdır ki, Mount-u şirtməyək. Artıq iki klub maraqlıdır ki, öz yerlərini təmin ediblər Premyer Liqada düşməyəcəklər. Sən onu bilirsən ki, var. Yox, Əli, sən onu deyirsən, Ruben Amorim gələndə ən böyük yatırımı Mount eləyir o. Yeganə oyunçulardan biri ki, Manchesterin bu heyətində onun sisteminə uyğun oyunçudur. Əslində bilirsən də, yeganə sistem bax, anladım səni, anladım səni. Uyan yeganə oyunçu Manchesterin bu heyətində Mountdur. Şö. Məncə bir də öz elədiyi Bruno Fernandes də məncə. Bruno o qədər onun sisteminə. Brunodan Brunodan danışmaq məncə yersizdir. Sağlam olsa, möhtəşəm futbolçudur. O Bruno onu günü sabah satar. Bax, and olsun, mən nə o Tuchelin heyəti ilə eyni sistem oynadır da, Mount məncə Bruno elə futbolçudur ki, istənilən məşqçini, istənilən taktik sistemdə Bruno bilsən niyə görə gözəl görsənir Manchesterdə? O adam ilk gəldiyi mövsüm, yarım mövsümdə yaxşı oynadı. 6 ay yaxşı oynadı. Bilsən niyə görə? Manchester nə vaxt bərbad vəziyyətdədir komanda olaraq. Bruno çox gözəl görsənir. Nə vaxt Manchester normal oynaya bilir, Bruno heç gözə dəymir. Bu qədər sadədir. Bruno'nun Manchesterdə gözəl görsənməyin bir dənə səbəbi varsa, qardaş, Manchesterin bərbad gündə olmalıdır. Ged yığmaya, Bruno heç yığmada oynaya bilmir. Bernardo Silva yığmada ondan daha yaxşı oynayır. Belə deyək də, bundan sonra artıq Premyer Liqada 3 tur qaldı. Bruno'ya bilsən necə baxıram? Qardaş, Portuqaliyadan gələn oyunçuların əksəriyyəti necə oyunçulardır? Gəlirlər, Portuqaliyadan çıxdılar çölə, batırlar. Bruno da həmçinin mənim üçün elədir. Bilsəncə zəif komandanın yaxşı oyunçusudur. Güclü komandaya görə tam olaraq mənim fikrimcə son xümmündə hazırlanacaq finala. Artıq 3 Premyer Liqada tur qalıb. Manchester United-da, Tottenham-da çalışacaqlar ki, zədələnmədən qorusunlar. Zədələnmədən qorusunlar. Çıxıb, artıq çempionşipə düşmürlər. İkinci heyətlə çıxacaqlar. Əsas heyəti də buraxsalar, belə deyək, taktiki cəhətdən necə oynamaq lazımdır. Yəni udsalar da belə, yəni onlar üçün artıq həmin oyunlar fikrimcə, yəni belə deyək də oyunun bir hissəsində baş məşqçi deyəcək ki, sıxın komandanı görə topu alanda necə edirik. Yəni sırf bu 3 qalan oyun finala hesablanacaq. Mənim fikrimcə Tottenham'ı favorit görürəm finalda. Bu yəqin ki, danışacaq finaldan qabaq. Təbii danışacağıq, ona görə indidən fikirlərimiz. United, yəni oyun qabağı daha keçək El Clasico-ya istəyirsən. Sadəcə, dostlarımızdan biri Konserva liqası deyir. Konferans liqasında da Chelsea ilə Ayda o da var. O da var. Antony gördünüz də yəni. Orada da Betis ilə Chelsea-də. Chelsea də gəzə-gəzə gəldi, çıxdı finala. Betis udda Betis. Betis biraz başarılı ola bilər final üçün. Betis qazansa bilirsən də Antony 2 dənə medal qazanacaq eyni mövsümdə. Yeganə oyunçu olacaq tarixdə. Sən tarixdə. hardan bilirsən Manchester qazanacaq? Necə? Manchester udub da. Hə, udub ha. Bu da ziyad danışır o. Mənim Tottenham zad belə bir şeylər. Boş şeydir. Bax belə, orada da final var Chelsea. Bütün oyunlardan qabaq təbii ki, bizim verilişlərimiz olacaq, buraxılışımız olacaq. Betis qazansa Antony 2 dənə medalı olacaq. Avroliqa, bir də Konferans liqası. Qaldı Çempionlar Liqası. Gələn ildə Çempionlar Liqası. Getdi orada. Görürsüz problem Manchester United-də. Problem. Əlbəttə. Digər sistem oyunçularda deyil. Belə El Clasico. Qısaca El Clasico hədiyyəmizi bir daha vurğulayaq ki, siz rəy bölməsinə yazın. Team Store tərəfdaşımız Team Store-dan Rafiq bəyə təşəkkür edirik. Hədiyyəmiz olacaq. Kim dəqiq hesabı və rəy bölməsində vurulan qollardan yalnız birinin müəllifini düzgün yazan şəxs, 2-3 müəllif yazmayın. Yalnız bir müəllif yazın. O rəylər hesablanacaq. Kim qalib gəlsə hədiyyəsi təqdim olunacaq. Məsələn, Barcelona 4, Real 1. Qol Yamal məsələn. Bax belə düz deyir. Məsələn. İndi məsələn olmasın da, reallıq olsun. Nə fikirləşirsən bu arada? Barça əzib keçəcək. Keçən dəfə niyə bax bu atmosfer yaxşı deyil. Hə, nə atmosfer, Real nə gündədir. Arda Güler oynasa bəlkə Real olar. Yox, belə bir belə deyim də mən. Barcelona liqanı lap Real Madrid uduzsa da böyük ehtimalla Barcelona liqanı verən deyil mənim fikrimcə. Çox yorulub. Həddindən artıq yorulub, ağır səfərdən qayıdıb, 90 dəqiqə də oynamayıb, ümumi artırmalarla hesablasaq 130 dəqiqə futbol oynayıblar və 130 dəqiqənin sonunda da motivasiyalar yerlə bir olan bir komandadır. Real Madriddə də Ancelotti böyük ehtimalla gedir. Alonso gəlir də. Böyük ehtimalla getdi. İndi rəsmi açıqlanmır da, klub özü rəsmi açıqlamır. Liqanın bitməni gözləyir. Fabrizio Romano bir də marka deyir. Hətta biz indi rəsmi açıqlamamış klub, hələ ki rəsmi deməyək. Xabi Alonso Hamid Sahari bir dənə şey hazırlamış deyə video. Ya Alonso'nu gətirirlər sirkələyəndə Ten Hag çıxır. Ona mən də baxdım. Mənim fikrimcə Real Madriddə
O Ten Hag gəlsə havalanaram. Real gəlməz. Real Madriddə artıq ab-hava yaxşı olmasa da belə Barselonadakı qədər deyil. Fiziki olaraq da çox yorulmayıblar. Son oyunlarda Arda Gülərin yüksəlişi var ki, hansı ki son El Clasico'da 2 epizod oldu ki, Arda Gülərə ötürmə etmədilər. Nə 2 epizod, çox oldu. Bu dəfə Mbappe də fikrimcə əsas heyətdə oynayacaq artıq. Yəni ki, ötən El Clasico'da ehtiyatdan qalmışdı. PSG Çempionlar Liqası qazansa Mbappe Realda özünü asacaqdı. Rakibin ortasında. Ona görə maraqlı bir El Clasico gözləyirəm. Məncə Real Madrid qalib gələcək. Mən uduzmaz. Mən də fikir. Nədənsə bu dəfə səndən fikirəm. Real Madrid uduzmaz bu oyunu. Interin acığın Realdan çıxacaq. Məncə çıxa bilməyəcək. Belə deyək. Faktorlar təsir. Yenə də bir məsələyə gəlirəm. Barselonanın oyunu Rafinha və Yamal ən çox da Yamalın cinahı üzərindən qurulur. Ancelotti'dəki Yamalı düzgün şəkildə zərərsizləşdirməyi. Kimdən Mendy ilə Fran Garcia-la? İndi artıq yəni ola bilər ki, yarım müdafiəçilərdən birini o vaxt yadındadır. Messi'nin üstünə ancaq Kovacic-i bağlayırdılar. Çünki Kovacic'in 3 dənə ağciyarı vardı. Onun nəfəsi yetirdi bu oyunlarda. Ola bilər Tchouaménini bağlasın. Kamavinga oynayacaq yoxsa yox? Deyəsən yox. Zədəli də olar məndə. Bilinmir, hələ ki məncə oynamayacaq. Ona görə Kamavinga o oynamayacaq, göstərir. Yəni müzədəllər sırasında o da var. Rudiger, Rodrigo, Mendy, Militao, Kamavinga, Rudiger də yoxdur. Əməlli bir Rudiger də bilmirsən ki, zədələndi də. İştirak etməyəcək yazıb. Yəni o da yoxdur siyahıda. Rəqib tərəfdə Ziyanın fikri dəyişdi. Vallejo oynayacaq. Balde bir dənə sual altındadır. Digər oyunçular bu adlarını çəkdiyim oyunçular oynamayacaq. Kunda da oynamayacaq. Torreira. Lewandowski oynayacaq. Yox, 10 günə qədər Lewandowski oynayacaq. Belə eləyə bilərlər. Hər ikisi müdafiəsiz çıxsın. Bizim sualımız gol vurduq. Kim daha çox gol vursa 8-7 zal oynayır. Barsanın belə ən azından uduzmaq bir lüksü var. Sona baxmayaraq ki, gol da keçə bilər. Sona bu oyunu saymasaq, yəni daha doğrusu bu oyunu da hesaba alsaq, sona 3 tur qalacaq. Barsada bir xal qabaqda olacaq uduzsa bilər. Doğrudan onda belə ən rahatı 3-5 boş yetmək olar. İndi mərcə keçərik. Mərcədən əvvəl istəyirəm qısaca desin Qalatasaray Trabzon. Orada da çempionluq həlli olur ha, demək olar. Burada da çempion olub da, nə çempion. 8 xal qabaqdadır Qalatasaray. Yəni orada da rəsmiləşdirir də, demək. Ha, dalbadal rəsmiləşmir, udsa da rəsmiləşmir. 4 xal lazımdır Qalatasaraya ki, rəsmiləşsin. Ha, yox, düz deyir. 12 xal da. Fənər. Yox, Fənəri bilmirəm. Trabzonla oynayacaqlar, sonra Qalatasaray oynayır. Birinci Fənər oynayır. Hə də bizim Trabzon Qalatasaray oyununa qısaca fikir verirəm ki, bu səfər mən nədənsə Qalatasaraydan bu tur qələbə, həmişə Qalatasaray qələbə gözləyirəm. Bu tur nədənsə qələbə gözləmirəm. Mən niyə gözləyirəm Qalatasaraydan qələbə? Fatih Tekke baxarsan, ikinci heyətini buraxacaq. Çünki Kubokun finalı var. Qardaş, Kubok onlara daha vacibdir. Hansı ərəfədədir? Bu oyundan sonra növbəti oyunda Kubok da elə Trabzonlandı. Trabzon Qalatasaray. Liqa həll olunub deyə artıq onların üstünə belə dedi, stres olmayacaq. Əgər məsələn Fənərlə Qalatasaray arasında 3 xal fərq olsaydı, Fatih Təkkən elə bir lüksü olmayacaq ki, ikinci heyətdən çıxsa deyəcək ki, bu onda oyunu satır. Qalatasaray ki, Fənərlə Trabzon düşməndilər ha. İtaq bir-birinə nifrət edirlər. Mən inanmıram ki, onlar liqa elə əsas heyətdən çıxacaq. Çıxmayacaq. Fatih Təkke də əsas heyətdən çıxacaq. Publikanın, medianın əlavə söz-söhbətinə heç onlara ehtiyac qalmayacaq. Qardaş, sən niyə deyirsən rəsmiləşdirə bilməz? Bu tur Fenerbahçe Xalters məğlub oldu. Hərdə uduzsa. Uduzsa, yəni bilinmir axı elə. Yəni ki, Fenerbahçenin udacağı fonunda hesablayıram mən. Fenerbahçe udacaqsa ona görə dedim ki, mən Fener ara udur. Ola bilər də. Fenerin prezidenti nə danışdığından xəbər. Baxdın o telefonda. Yaxşı, Icardi zədələndi deyə Osimheni aldılar. Düşeş oldu deyə. Nə deyəsən? Elə deyir. Hə, özümə. Heç nə. Nə deyək? Nə deyək? İstefa əsas deyirlər. Beşiktaşa da gördün də kater tutublar İstanbul boğazından, evin qabağından görünə Yalısın qabağından. Ali Koç istefa. Yəni bir tərəfə hesab baxanda belə qısa da onu deyim. Ali Koçda da çox günah görmürəm mən. Ali Koçda da çox günah görmürəm. Dedilər biz hal-hazırda Avropada 5, dünyada 5 məşqçi saysaq, Mourinho-nu sayarıq 5 deyə. Yox. Yox, yəni adına görə, tarixinə görə, yəni Mourinho 95 yaşı yoxdur ki, deyə futbolu qutarıb. Yəni cavan da, yəni məşqçiliyə görə, yəni heç də yaşlı bir məşqçi deyil. Mourinho-nu gətirdi. Hamı deyirdi ki, yəni ki, gəlsin. Mourinho dedi ki, kimləri almaq istəyirsən? Mourinho El Nəsirini istədi, Amrabatı istədi. Ondan sonra Talişkanı istəmirdi. Talişkanı belə deyə azarkeşlər və Fenerbahçe gətirdi. Acun Ilıcalı gətirdi. Bundan əlavə Skriniar gəldi, hansı ki, Mourinho-nun istəyi ilə.
Yəni gətirdi, verdi komandanı oynat. Yəni Mourinho da bunu çempion eləyə bilmədisə, Ali Koç neynəsin? Çıxıb özü Mən bir dənə keçən dəfə qardaşımla söhbət edəndə bir dənə söz gəldi. Yadına gəlir Ali Koçla Aziz Yıldırım debat oldu. Məncə Aziz Yıldırım Ali Koçu yeməlidir. Nədən? Mənə elə gəlir. Aziz Yıldırım prezident olsaydı Mourinho gətirməyəcəkdi. O məncə Mourinho Kozur'un özü oynadı ki, Ali Koç Mourinho'nu gətirsin. İtak heç nə eləyə bilməyəcək. Mourinho da gətirəndən sonra çox böyük məbləğ gətirdi. Mən düşünürəm ki, o onu yem kimi verdi Ali Koça, çünki Ali Koçu göndərsinlər. Ali Koçu başqa cür çıxarda bilməzlər. Yox, bir şey yaddan çıxardırsan ki, Osimhen məsələsi. Çünki İsmail Kartalı Ali Koç göndərmək istəmirdi. Qardaş saxlayırdı İsmail Kartalı. Gəldən belə bir məsələ eləyək. Osimhenin Qalatasaraya gələcəyini heç kim gözləmirdi. Ən optimist Qalatasaray azarkeşdə gözləmirdi ki, Osimhen Qalatasaraya gələcək. Osimhen Qalatasarayda olmasaydı bu dəqiqə 10 xal fərqi ilə Qalatasaray Fənərbağçadan geri idi. Kimlə istəyirsən amma geri deyildi, ən azından geri idi. Kimlə qabacaqdı? Morata'la qabaqda olmayacaqdı. 100% geri. Hücumçusu yox idi. Hücumçusu yox idi. Osimhen mən sənə oyunlar sayıram ki, hansı ki Qalatasaray oyun oynamadan Osimhen 3 xallıq oyunlar qazandırıb. 1-0, 1-0, 2-1 Alanya'nı utduqları oyunda rahat Osimhen tək başına söhbət gedir. Bir var komanda oynasın. Müdafiə xətti başqa. Osimhen gedirdi qapıçıdan qabaq topa çatırdı, penal eləyirdi Osimhen qol vurdu. Yox, fərqini göstərdi. Drogba'dan sonra mən dünya futbolunda gördüyüm taktik hücumçulardan biridir ki, irəlini həqiqətən saxlayır. Drogba elə bir tipaj idi, Chelsea-də oynayan vaxtda. Həqiqətən döyüşür, müdafiəçilərin başını xarab eləyir o. Bu oyuna fikrin Qalatasaray desən qələbə qazanacaq, 100%, rahat qələbə Trabzon verəcək oyunu Qalatasaray. Çempionluğa gedir yavaş-yavaş. Mərc rubrikasında ötən həftə təqdim etdiyimiz kupon gəlir. Düzdür, sığortalayır, Qalatasaray bilir udacaq, xəbərdar deyirəm mən. Demirəm ki, udacaq. Qaragözlü eləyir. Udacaq, 100% udacaq. Ötən həftə belə Mərc rubrikamızda bir kupon, o da Ziya son anda o dönüş elətdirdi mənə. Manchester United 2x yazdım. Yaxşı ki, kornerə çevirdim və korner oyunda gəldi və digər onunla yanaşı olan gülürdünüz Neftçi ilə Kəpəz oyununa üstə. Biz gülmürdük bu gülə. 1-0 udurdu, baxdı görün Neftçi uduzur ki. Çox rahat şəkildə gəldi Neftçi Kəpəz qarşılaşması. Bu bəlli idi. Dedim Kəpəzin də qolu var, oyunda üst gələcək. Müəllim, nə dedin gəldi? Neftçi azarkeşləri necə dözür? Çox çətindir. Fənər necə dözür bunlar belə. Bunlar belə. Başqa mövzudur. Bu dəfə sizin xətrinizə Azərbaycandan heç nə seçməmişəm. Hamısını Azərbaycan. Həmişə istəyirsən sən əlindən pozma. Sən 3500 Şamaxı. Yox. Şamaxı bizim efir çəkdiyimiz gün oynayır. Efirə yayımlanan gün yox. Ona görə sən deyirən təxminlərdir. Görək şənbə və bazar günləri oyunlarına hansı yenə 3 dənə oyundur yəqin ki. 3 dənə oyundur. Birinci oyunum El Clasico'ya seçdim. Real Madrid məğlub olmayacaq. 2x variantı. 1.80 əmsal verilir. Əlamsal. Bayer Leverkusen, Borussia Dortmund üst 2-5 artıq belə deyək. Həvəs oynayacaqlardı. Yəni tam olaraq oyundu təbii ki. 1.42 əmsaldır. Trabzon Qalatasaraya da kornerlər oynadım bu dəfə də. 9 korner. 1.40 əmsaldır. Ümumi əmsal. Düz 9 korner yoxsa 8500. 8500. 3.52 əmsaldır. Yəni mərc eləyə bilərlər. Uğurlar. Rafael səndə var nəsə? Var. Buyur. Newcastle qələbə. Newcastle. Dedim sizə yazdım. Newcastle keçən dəfə məni yandırdı. Bir dəfə, yox, 2 dəfə yandırıb, bir dəfə gəlib də. Tak, Newcastle qələbə Chelsea-nin oyunda. Galatasaray qələbə, özdə Galatasaray oyunu 2-5 üst Galatasaray qələbə. Yox, bir variant deyirsən yoxsa 2-0 bir yerdə? 2-5 üst qələbə. İkili yazılacaq. İkili variant. Bəli, ikili variant. Bir də ki Ignatian Bolşes. Ya, bir də ki Benfica Sporting oyunu var. Benfica'nın qələbəsinə 2-20 haqqın yoluna. Mən deyən biraz aşağı çempionatlara gedib çıxırsınız. Benfica'nın qələbəsinə. 3-də uğurlar. Rafaelin də üçlü kuponunu görürsüz ekranda vizual olaraq. Mən də baxın, Liverpool Arsenal həftənin bu çempionluq təmin olunub. Arsenal da burada ikinciliyi qorumaq üçün oynayacaq. Yəni çempionlar qası falan məsələləri. Qələbə deməyəcəm. Bu da necə Liverpool Tottenham oyunu, vitrin oyunu demişdim. Burada da vitrin oyunudur. Burada da Time-da Chelsea ilə idi. Yox, Liverpool Tottenham oyunu idi səhv etmirəmsə. Burada da Time 1-5, bəli. Time 2-5-ə getməyəcəm. Time 1-5 üst. Daha sonra götürək Inter Torino səfərində çətin oyuna baxmayaraq məncə qələbə qazanacaq Napoli ilə. Sona qədər o 3 xalı aradan qaldırmağa çalışacaq. 2 və bir oyunda Holstein Kiel Freiburg oyunu var. Keçirilir Almaniya Bundesliqasında. Kiel qalmaq üçün oynayır. Boşa girmir, üstə girməyəcəm.
Bu oyun 10 may, yəni efir yayımlanan gündür. 17:30-da başlayır. Mən burada yüksək kornerə girəcəm. Yüksək kornerə oxuyur mən. Sən də həmişə yüksək kornerə girəcəm. 8-5. 8-5-in əmsalı bilmirəm, baxmamışam. Açığı mən heç bir 9-5-ə də girməyə baxmamışam. 9-5 küncə zərbələri. Gələr. Hə, yəni heç olmasa 1.50 1.60 versin deyə 9.500 küncə zərbəsinə. Bax belə, bir dənə orada Arsenal BH1-5, Holstein Kiel 9-5 korner və Inter səfər qələbəsi Torino ilə maçda. Yəqin ki, 4-ün üzərində bir əmsal təqdim olunar 3 oyunun cəmində. Nəsə sözünüz varsa sonda? Yox. Başqa heç bir şey, kanalımıza abunə izləyin, abunə olun və rəy yazın. Dəstəyiniz bizim üçün çox vacibdir. TikTok səhifəmiz, Footcast səhifələrini izləyin. Fikirlərinizi də yazın YouTube-da rəy bölməsində. Viktorinamızla bağlı qeydlərinizi aparın və yaxud mövzu təklif də edə bilərsiniz. Onu da müzakirə edə bilərik. Növbəti həftə yenidən görüşmək ümidi ilə hələlik. Sağ olun, salamat qalın.